Blok tipli suallardan birinin izahına baxaq. Video keçməzdən əvvəl çalışın ki, sualı özünüz həll edəsiniz, daha sonra izaha baxasınız. Deməli, sualda deyilir ki, tənyin 2 bərabər kökü olarsa ifadənin qiymətini tapın. Biz bilirik ki, tənyin 2 bərabər kökün olması üçün diskriminant 0-a bərabər olmalıdır. Yəni, verilən ifadənin diskriminantını taparıq. A kvadratı çıxılsın, 4 vurulsun, 1 vurulsun, A bərabərdir 0. Diskriminantın düsturu da bilirik ki, B kvadratı çıxılsın, 4AC-dir. Və buradan hər tərəfdən A-nı çıxartsaq, içəridə qalır A çıxılsın 4 bərabərdir 0. A bərabərdir 0, A bərabərdir 4. Və verilən ifadədə bu verilən qiymətlərin hansını qoysaq, cavabımız eyni alınacaq. Deməli, 0-ı gətirib qoyaq. 3 vurulsun 0-ın kvadratı, çıxılsın 12 vurulsun 0, üstə gəlsin 17, bölünsün 2 vurulsun 0-ın kvadratı, çıxılsın 8 vurulsun 0, üstə gəlsin 2. Və bunlar 0-a gedər. Qalar 17 bölünsün 2. Bu da bərabərdir 8,5. Deməli, doğru cavabımız olur Y variantı. Bu tip sualların davamlı izahı üçün videoları bəyənməyi və kanala abunə olmağı unutmayın.